Fikirləşirəm ki, bir var ki, dərdi bilməyəsən, onda adam rahat olur. Amma bir də var ki, dərdi biləsən, ona çarə tapa bilməyəsən. Bunda çox çətindir. Ona görə də oturmuşam, sizi dinləyirəm, fikirləşirəm. Gəlməliydim bu görüşə, yoxsa gəlməmə. Gəlməsəydim, indi dərdlərin çoxunu bilmirəm. Ona görə də mən buna o qədər də cavabdeh deyiləm. Amma biləndən sonra həm özüm bu dərdi çəkirəm, həm də ki, şübhəsiz ki, indi siz deyirsiniz, ümid bəsləyirsiniz, nəsə gözləyirsiniz. Bunlar mənim vəziyyətimi daha da çətinləşdirir. Amma bunların hamısına baxmayaraq, mən sizə səmimi danışıram. Bunların hamısına baxmayaraq, mən çox məmnunam ki, biz görüşmüşük və əgər hansı məsələlərsə həll edə bilməsək də, elə bir-birimizdən görüşüb, bir-birimizi anlamaq və bizim bir adi sözümüz var. Bu dərdləşməyin özü də elə insana biraz təskinlik verir, təsəlli verir. Adam var ki, məsələ var ki,